Deməli, soruşurlar ki, bəs Rəşad qardaş, bayram namazını qılmaq vacibdir, yoxsa yox? Baxın, əziz qardaşlar, bu barədə alimlərin görüşləri müxtəlifdir. Allah daha doğrusunu bilir, 3 məşhur görüş var. Bir qrup alimlər deyiblər ki, bayram namazını qılmaq vacibdir. Vacibdirsə, qılmasan sənə günah yazılır. Bu görüşü İmam İbn Teymiyyə tərcih edib, üstün bilib. Həmçinin İbn Qeyyim, həmçinin İmam Şevkani, İmam Əs-Sənəani və başqaları. Deyiblər ki, vacibdir qardaş, qılmasan günah yazılır. Bir qrup alimlər də deyiblər ki, bayram namazını qılmaq sünnə müəkkədədir. Yəni, gücləndirici sünnədir. Sünnədir, amma müəkkədə olan sünnədir. Belə sünnələr var ki, sünnə ibadətləri, onlar sünnə müəkkədə adlanır. Yəni, gücləndirici sünnədir. Bu görüşü bir çox fuqaha deyib, bu rəyi. Eləcə də İmam Məlik, İmam Şəfi və başqaları. Və bir qrup alimlər də deyiblər ki, bayram namazını qılmaq fardul kifayədir. Fardul kifayə nə deməkdir? Yəni, bir toplum, cəmaat qılarsa, digərlərinin üzərindən düşür. Var fardul əyn, fərdi olaraq, əyn olaraq hər bir kəsə vacib. Var fardul kifayə, yəni bir toplum cəmaat qıldısa, digərlərinin üzərindən düşür. Bunlar bunu deyiblər. Bu, həmbəllərin görüşüdür. Həmçinin Malikilərdə, Hənəfilərdə, Şafilərdə bir vacihdir. Ləcnə bu fətvanı verib. Deməli, 3 məşhur görüş var. Allah daha doğrusunu bilir, mənə gəlib çatana görə bayram namazını qılmaq vacibdir. Hər kim qılmasa ona günah yazılır. Ona görə, əziz qardaşım, sabah, səhər bayram namazını qılmağı tərk etmə və yaddan çıxartma.